məndə bir sual doğurdu ki, bax sən gedirsən o qapıya, bu insanları ziyarət eləməyə, sən gedirsən Həzrət Əlinin hərəminə, sən gedirsən İmam Hüseynin hərəminə, bəs sən özün onlara layiqsən, sən onların elədiyinin heç olmasa 1%-ni eləmisən həyatda, sən onlar kimi düşünürsən, sən onlar kimi ola bilərsən və bilirsiniz, elə bil ki, o suallar çox belə qəribə. Mən hərəmə girəndə, İmam Hüseynin hərəminə Kərbəlada, mən ilk o zirehə yaxınlaşanda biraz orada o qalabalıq olur da, siz görmüşsünüz yəqin, o xanımlar. Mən ilk içimdən səmimi o gəldi ki, mən ondan üzr istədim. Çünki mən başa düşdüm ki, onun o getdiyi bütün o yol, yəni mən onu elə hiss elədim və həmən an orada gördüyüm o səhnə, onlar üst-üstə düşmür sanki. Yəni ki, o başqa bir iş üçün, o başqa bir meyarlar üçün şəhid olub və maalesef ki, hələ də biz tam onu dərk eləyə bilmirik və biz sanki ona o haqqını verməmişik. Ona görə oradan gələndən sonra mən sizə tam səmimi deyim, mən hər şeyə, zaten hacıdan sonra başlamışdı, mən inanırsınız, hər şeyi belə deyim də, tamam ora qədər ki, dövrə qədər bir sonra Kərbəladan sonra mən başa düşdüm ki, yəni ki, o kamil insan deyəndə doğrudan da bizim üçün onlar böyük bir nümunə qoyub gediblər. Sadəcə bir balaca ora diqqət eləmək lazımdır. Bəyin dediyi kimi ki, o teleskopla biraz ona diqqətlə baxmaq. Bir də bilirsiniz, mən uşaqlıqdan paralellər aparmağı çox xoş duyuram da. Mən uşaq idim, evdə tez-tez məsələn, cəsarət haqqında danışanda deyirdilər, tutalım, Ernesto Che Guevara, Martin Luther King'i misal çəkirdilər. Mən bir anlığa oturdum, fikirləşdim ki, yaxşı, bəli, biz Ernesto Che Guevara'nı sevmişik. Mən Argentinalıyam, yox. Nə də ki, mən Kubanın azadlıq hərəkatında iştirak eləməmişəm. Mən Che Guevara'nı nəyi sevmişdim? Əqidəsini, cəsarətini. Martin Luther King'i biz niyə görə sevmişdik? Onun əqidəsini. Bəs mənim İslam tarixində Hüseyn İbn Əli kimi bir şəxsiyyət olub. Mən niyə onu sevməməliyəm? Və paraleldə hamısından üstün bu insan, yəni ki, hər şeyini, bizdə onun o səhnə orada danışırlar ki, o səhər o Kərbəlaya gülərək, siz onları düşündükcə başa düşürsən ki, onlara heç, nə bilim, biz bəlkə də yaxınlaşırıq belə addım-addım, amma hələ o deyilik. Mən niyə onu sevməməliyəm? Mən niyə məsələn öz oğluma, niyə onu misal çəkməməliyəm? Mən niyə hardasa axtarmalıyam? Bəli, Allah mənə lütf eləyib, mən bu dünyaya müsəlman kimi gəlmişəm. Bu